Reklam fasiləsi bitdi, futbol saatı davam edir. Təbii ki, əsas mövzulardan biri, yəni Qəbələ Inter oyunu idi. Inter də Avrokuboklardan qayıdıb və Aslan, necə düşünürsən, bu məğlubiyyətdə hələ izləri, Avroliqanın izlərinin təsiri varmı, yoxsa danışmaq lazım deyil? Yox, inanmıram ki, Avroliqanın izləri qalsın bu məğlubiyyətdə. Mənə elə gəlir ki, bu Qəbələnin qalibiyyətini məhz elə Qəbələnin məşqçilər korpusu və oyunçularına aid eləmək olar ki, doğrudan da çünki Qəbələ ondan öncə Simurqla oyun keçirmişdi, amma Inter isə Qarabağla oyun keçirdi ki, doğrudan da yəni bu oyunu izləyib ondan nəticə çıxartmaq daha məqsəd uyğundur ki, nəinki Qəbələ ilə Simurq oyunundan. Və mənə elə gəlir ki, yəni Qəbələnin məşqçilər korpusu da Interlə oyunu doğrudan da yaxşı izləyiblər və bu Interin hansı oyun üslubunda çıxış edəcəyini və onların üstün və zəif cəhətlərini yaxşı təhlil edə biliblər ki, Qəbələdəki oyunda öz yerində oynamağa baxmayaraq, Qəbələ əks hücumlara daha çox üstünlük verib və bu da mənə şəxsi fikrimə görə doğru atılan bir addım idi ki, Interdə oradan da pas oynamaq yaxşıdır. Interdə məşqçinin bütün dediklərini futbolçular çalışırlar ki, tam olaraq yerinə yetirsinlər. Ona görə də belə bu cür komanda əksinə olaraq Qəbələdə isə cınaq yarım müdafiəçiləri doğrudan da çox keyfiyyətli və sürətli futbolçulardan ibarətdir ki, bu da əks hücumlar qurmağa daha məqsədə uyğundur. Və elə belə də olub, Inter daha çox hücum eləməyə çalışıb, Inter oyunun üstünlüyü daha çox Interdə olub. Əksinə olaraq isə Qəbələ öz əks hücumlarda şansından istifadə eləyib, qolunu vurub və müdafiəni də qoruyaraq onu qalib gəlib. Statistikaya nəzər salın, yəni son 2 ilin Qəbələsindən söhbət gedir, daha iddialı olmağa başlayandan. Qəbələ əksər derbilərdən qalib ayrılıb. Əksər derbilərdən öz meydana keçirdiyi oyunlardan keçən altılığın da ən çox xal toplayan bir komandası. Yəni mən oyundan epizodları izlədim. Təbii ki, Qəbələyə getmək imkanı olmadı, amma oyunların fraqmentlərini izlədim və həm Qəbələnin, həm Interin orada epizodları var idi. Hər iki komandanın şansı var idi və Aslan qeyd etdiyim kimi razıyam. Qəbələnin ən böyük özəlliyi odur ki, müdafiədən hücuma ani keçir. Və cinah yarım müdafiəçiləri, insaidləri bu hücumu qurarkən, yəni çox belə türklər demiş ki, etkili olurlar. Və elə qol da elə epizoddan vuruldu. Dodo sağ-sol keçdi, ötürməsini verdi və Aris hücumlara icra edə bilən futbolçulara da malikdirlər ki, yəni istədiklərini həyata keçirə bilərlər. Dododur məsələn, komanda qıraqdan. Bunlar sürətli futbolçular. Interin məğlubiyyəti konkret nəyinsə mən problemlə əlaqələndirmirəm. Sadəcə futboldur. İki komanda bir qalib gəlməlidir və öz fürsətlərini misal üçün Qəbələ istifadə elədi, Inter yox və digər tərəfdən məncə Qəbələ müəyyən məqamlarda üstün idi ki, qeyd etdiyimiz məqamlara görə. Yəni qanuna uyğun bir qələbədir və mən düşünürəm ki, Fatih Kavlak üçün bu mövsüm həqiqətən olacaq. Yəni ötən mövsüm onu belə deyək, istefaya göndərmək istəmədilər nəyə görə? Orada da bir haqq, ədalət var idi. Çünki baxırlar ki, bu insan altılıqda girib hamıdan çox xal toplayıb. Nə lazımdır? Bu adama biraz da şans verək. Və bu şansı əgər Fatih Kavlak doğrultsa, ki doğrultmaq mənə görə Avrokuboklara düşməkdir. Məncə ona yenə şans tanıyacaqlar. Etməsə artıq deməli nəyisə dəyişmək lazım olacaq. Amma bugün gəlin Qəbələ haqqında bəd bir notla bitirməyim sözümü. Çünki haqq var. Yəni məncə Qəbələnin müsbət məqamlarından biri də odur ki, yəni həm infrastrukturla yanaşı məşqçilərə bir güvən var. Yəni ən azından müddət verirlər. Ondan sonra tələb edir. Güvən yox, mən deyərdim o klubda bir hüzur var. Və hüzur həm də güvən deməkdir. Yəni rahat işləyirsən, sanki təzyiq yoxdur, səbr eləyirlər, baxırlar, gözləyirlər. Bəzən düzdür bu işin ziyanına da gedir. Məsəl üçün də adam reklam biraz həddindən artıq oldu. Yəni amma nə deyirsiniz deyin, mənim şəxsi fikrimdir. İstəyir futbol olsun, hansı sahə olur olsun, hüzur hər şeydən əhəmilidir. Qəbələ həmişə startda mənim fikrimcə, Qəbələ həmişə hər dəfə startda ötən mövsümlərə də baxanda yaxşı başlayır, kifayət qədər başarılı olur. Amma bir müddət olur ki, mövsüm ortası da qara zolağa düşür həmişə. İddiasını itirir, altılığa belə deyək də zorla girir. Sonra altılıqda daha yaxşı oynayır, amma nəticə əldə edə bilmir hansısa yerlərə. Bu həmişə belə olub. Amma ümid edək ki, bu illəri belə olmayacaq. Bizə çox maraqlı olar ki, altılıqda kifayət qədər iddialı komandalar olsun. Belə deyək, Qəbələnin prezidenti Talih Heydərovun müsahibəsini də oxudum. Son zamanlar müsahibədə vermişdi. Orada da özü qeyd eləmişdi, artıq çempionluğun vaxtıdır. Mənə elə gəlir ki, bəli, çempionluq, eminim bir sözü var ya, 12 komanda hamısı çempionluğa oynayır, bu düzdür. Amma Qəbələ mənə elə gəlir ki, artıq vaxtı iddialı olmalıdır. Çempionluq yox, heç olmasa Avrokubok, hər il Avrokubok deyirlər, amma iddialı görünmürlər. Bu mənə elə gəlir ki, iddialı. Çünki son mövsümün ən yaxşı komandalarından biri, yəqin mənə razılaşarsınız, legionerlərin səviyyəsinə görə Qəbələ idi. Niyə görə? Səbəb nədir? Artıq onu özləri axtarıb tapmalıdır.
Qəbələnin bu gün məşqçilərə güvəncini belə deyək, çox klublarımıza örnək olaraq göstərmək olar. Məşqçiyə güvənmək necə olar? Tək Amma məşqçiyə məşqçi də güvənmək yox. sözün deməlidir. Bəs Adamsa mən razıyam. Adamsa o qədər güvənmək lazımdır. Amma Kavlaka güvəndilər. Kavlak da belə deyək, işi son mövsüm ortada idi. 6-lıqda işim ortada idi. Ən azından bu klubun həm infrastrukturu, həm quruluşu, həm orada gedilən işlər o çempionluğa deməyə ən azından Avropa liqasında oynamağa layiqdilər, yəni. Mənə elə gəlir ki, hə, amma belə deyək də uşaq futbolundan da biraz da öz yetirmələrini daha çox üzə çıxarsalar, daha çox söz demək olar. Keçək Xəzər Lənkəran Kəpəz oyununa. Xəzər Lənkəran ilk turda belə xal tikisini Kəpəzlə oyunda artıqlama sanki bütün əsəblərini Kəpəzin üstünə tökdü və Kəpəzin qapısından 4 cavabsız qol keçirdi. Aslında burada güclü və zəif tərəf ancaq seçmək olar. Yəni amma Kəpəzdə məncə Kəpəzin 4 qol buraxacağını da biraz gözləmir. Bilirsiniz, Kəpəz öz meydanında artıq 2-1 Turana uduzan, yəni kimə də yox, Turana uduzandan sonra artıq bilinirdi ki, çətin olan Lənkəran meydanından orada yəni xalla ayrılmağı möcüzə sayılardı. Yəni qollara da baxanda isə mənim fikrimə görə qolların 3 dənəsi ən azından 3-ü qapıçının kobud səhvindən irəli gəldi ki, yəni artıq yəni buraxılan qollardan sonra Gəncənin heç bir şansı qalmadı. Yəni bu barədə çox danışmağa da dəyməz. Amma bir tərəfin fikirləşək ki, bu qələbə 4-0-lıq qələbə Xəzər Lənkəranı uçuruma apara bilər. Niyəsini də deyim. Çünki belə deyək, hamımıza məlumdur ki, transfer işlərində Xəzər Lənkəran çox ləngiyir, hətta deyim ki, çox gecikib. Bu 4-0-lıq qələbə onları belə deyək, arxanlaşdıra bilər. Bizim kifayət qədər oynaya bilirik, qələbə çala bilirik. Belə deyək, ehtiyat skamyasını elə də yüksək səviyyəli futbolçularla yüksək səviyyəsi olmayan futbolçularla ala bilər, doldura bilər. Bu da Xəzər Lənkəranın ən yaxşı halda ən belə deyək də parlaq qələbəsi ola bilər. Parlaq sonuncu inanmıram, bəli, çünki bir Gəncə ilə oyun öz evində keçirdiyin oyun nəyinsə göstəricisi olar olar. Bizim həmişə arxancılıqdan əziyyət çəkirlər. Mənə elə gəlir, yəni bu 4-0 udmaq heç bir nəyin göstəricisi deyil, yəni Gəncəni udmaq. Mən bilirəm bu Yunis Hüseynovu qane edəcək bir hesabda 4-0 öz görür ki, bu Kəpəzi necə Kəpəz udur. O məşqçilər korpusu onlar da görürlər ki, bu onlar üçün göstərici deyil. Rəhbərlikdə bu təsəlli olmamalıdır. Çünki Kəpəzin belə deyək də durumu günləri məlumdur. Aslan, mən Əli ilə razıyam, çünki nəyə görə? Belə deyək, hətta ola bilər ki, bugün onlar bu hesabla qane olmasınlar və ya alınmasın, amma reallıq var, fakt var ki, hələ də transfer yoxdur. O tərəfdən sizə razıyam, amma bu oyun, inanmıram ki, bu oyunu 4-0 udmuşuq, biz artıq heç bir transfer etməyə lazım gəlmir, fikirləşmək. Oyun haqqında çox şey demək istəmirəm. Əli, oyun haqqında çox şey demək istəmirəm, çünki qeyd elədiniz 4-0-lıq qələbə, amma Yunus Hüseynovun Xəzər Lənkəranda bir məqamı qeyd eləmək istəyirəm. Əgər fikir verirsinizsə, Nomekali ilə oyunlarda da oldu və bu çempionatda da artıq başlanıb, görürsünüz ki, qolların əksəriyyəti standart vəziyyətlərdən sonra vurulur. Bəli. Skarlataki, Ruslan Abuşov, yəni bu bir özəllikdir. Digər tərəfdən məsəl üçün bir məqam var idi ki, şəxsən məni qane eləmədi. Biletləri 2 manata qaldırıblar. Nəyə görə, nə üçün? Düzdür, deyirlər klub özümüzün də özümüz bilərik. Qardaş, onda get 50 manat elə. Hər halda azarkeşləri düşünmək lazımdır. Yəni onlar bu gün ona hazırdırlarmı? Və oyun göstərdi ki, stadion boş idi. Yəni az adam 4000, 5000. Mən də fikir verdim ki, doğrudan da. Amma az idi. Amma burada bir Yunus Hüseynovun əvəz etmələrində şəxsən məni qane eləyən məqam oldu ki, düzdür, belə oyunlarda bu addımı atmaq o qədər böyük cəsarət tələb eləmir. Amma hər halda Kamran Abdullahzadə baxıram, oyuna daxil olub, Ağbala Ramazanov sonradan meydana girib ki, bu yəni öz-özlüyündə normal bir fakt kimi görünür. Tam razıyam. Burada bir də digər cəhbə var. Məsələn, Kəpəzdə yaşananlar, yəni elə bir ki, sanki yenə Kəpəz ötən mövsüm ki, davam edir, qarışıqlıq, baş məşqçi bilinmir, istefaya səslənir, yoxsa futbolçuları ancaq düzəldiblər. Yəni orada da yəqin ki, maliyyə problemləri var. Həmin klubda da Toz kimi, yəni Tozu da həmin sıralara göstərmək olar. Digər bir oyun, yəni Bakı da yəni birinci turda Neftçi ilə oynamalı idi və beləcə ikinci turda ilk oyununu keçirdi, amma xal itirdi. Simurqla 0-0 hesabı, yəni qolsuz bərabərliyə qaldı. Aslan Bakı Simurq oyununda belə deyək, Bandoviçin ilk ciddi sınağı idi da. Yəni necə düşünürsən? Oyun baxımından fikrini bilmək istirdim. Mən ilk ciddi sınağı yox, sən ilk sınağı deyərdim. Hələ ciddi sınaqlar qabaqda. Hə, yəni sınağıdır. Oyun yəni 0-0-a görə idimi, yoxsa Bakı
belə deyək, güclü idi, sadəcə qol olmadı oyunda. Məncə Simurq Bakının da imkanları oldu, amma yəni demək olmazdı ki, Bakı bu oyunda yəni imkanlarını istifadə etmədiyinə görə qələbə qazana bilmədi. Amma qeyd eləmək lazımdır ki, Simurqun da kifayət qədər qol imkanları oldu ki, yəni doğrudan da yəni hücum qura bildilər, amma yenə də müdafiədə problemləri var, yenə də müdafiədə səhvlərə yol verdilər ki, düşünürəm ki, elə məntiqi sonluq da olardı ki, elə heç-heçə qutarsın bu oyun. Doğrudan da yəni qolsuz da olsa, amma heç-heçəyə layiqli bir oyun idi. Hər hansı belə deyək, məşqçi gedişləri barədə, yəni bir mütəxəssis kimi fikir vermək istəyirəm. İlk oyun tezdirmi danışma, yoxsa məşqçinin işini orada görmək? Məncə birinci oyunda hələ nəyisə konkret bir şey demək çətinlik çəkirəm. Çünki doğrudan yəni birinci oyunda məşqçilər səhv addım da ata bilərlər. Yəni bu normal bir haldır. Yəni dəyişikliklərə də yəni ən azından 1-2 tur hər hansısa bir oyunçuya şans verəcək, yanlış fikir olsa da belə doğru addımdır ki, şans verirsən, əgər düz deyilsə dəyişikliyə əl atırsan. Artıq yəni üzümüzə gələn turlarda, yəni 2-3 turdan sonra artıq məşqçinin doğru addım və ya yanlış addım atdığını qəti şəkildə demək olar. Demirsən, Mən deyəcəm o Bakı Simurq oyunu haqqında sən bayaq mövzuya girişdə dedin Bakı xarakterdir. Düşünmürəm, Simurq xarakterdir əksinə. Mən belə düşünürəm. Çünki belə deyək, heyətin yarısından çoxu start heyətinin yerli futbolçulardan ibarət olan Simurq kifayət qədər təhlükəli vəziyyətlər yarada bildi. Sadəcə olaraq məsələn o 79 nömrəli futbolçusu Simurqun Nenad o imkanları sağa sola xərclədi, boşa verdi. Belə deyək, Simurqun Bakını udmamasında yeganə səbəblərdən biri cinahlara gedən topların itməsi, cinah ötürmələrinin təmiz havaya getməsi, itməsi təcrübəsizlikdən xəbər verirdi. Bu da getdikcə özün oyun belə deyək ilk turlarda düzələcək. Simurqda inanıram ki, Simurq bu illəri kifayət qədər baş ağrısı ola biləcək komandalardandır. Bakıda ümumiyyətlə Muranın oyundan sonra yeni heç nə görünmürdü. Yeni. Bax bu məşqçinin işi biz belə deyək də təmiz hücuma meyilli komanda qurmaq, oynatmaq, istədiyin görmək olar da bu oyuncuların müdafiəni gətirib belə deyək, müdafiə ilə hücumun arasındakı məsafəni çox qısaltmışdı əvvəlki Bakıdan fərqli olaraq. Müdafiə belə deyək, rəqibi mərkəzdə artıq qarşılayırdı müdafiə. Amma yenə bacara bilmirdilər. Sürətli cinah keçidləri müdafiəni belə də bərbad günə qoymuşdu Bakının müdafiəsi. Əslində çox maraqlı bir məqam var bu oyunda. Bax, deyir indi biz Bakı Simurq oyunu. Məsəl üçün mən Bakının heyətinə baxıram. Bakının oturmuş sabit heyəti var. Yəni gəlin start heyətinə baxaq, ötən il yuxarı aşağı oynayan futbolçulardır və Avrokuboklarda futbolçulardır. Yəni heyət başlanğıcı dəyişilməyib. 1-2 mövqedə 1-2 o heyət futbolçu var. Heç nəyi həll eləmir. O heyət Muriya uduzub. O heyət Muriya uduzubsa demək deyil ki, o heyət Simurqdan da xatirməlidir. Mənə elə gəlir ki, Simurq, oyun canına baxmışam, Simurq Bakıdan daha hissəli idi, daha faydalı idi, daha yaxşı Qəbələ ilə oynadı. Simurq ümumiyyətlə mən sizə deyim, Simurq çox az büdcə ilə çox düzgün iş quran komandadır. Simurq Bakı deyirik, Qəbələ ilə də eyni oyun oynayıb, xatirməyib. Və Simurqun gəlin bu gün heyətinə baxaq, İlkin Qırtımov, Rasim Ramaldanov, Aleksandr Şimanayev, Asif Mirli, Murad Səttarlı, Qərib İbrahimov. Baxın, Orta Azərbaycanın futbolçularla əgər bu komanda çıxıb Bakı kimi iddialı komandaya, Qəbələ kimi iddialı komandaya qarşı oynayırsa, deməli bu klubda işlər ən azından məşqçi işini düzgün görür. Məncə Əlinin Muraya uduzub demək fikri nə baxımdandır? Psixoloji baxımdan. Yəni sanki çarəsiz də, yəni uduzan məqamda nəyisə dəyişəcək, düzdə deyirlər. Son zamanlar dəb halını alıb, komanda uduzub gələndən sonra Avrokuboklarda nəsə belə deyək, ya hədəf yayınmaq üçünmü, yoxsa həqiqətən